Adını buyurun. Assalamu aleyküm. Alo. Alo, salam. Salam. Buna mahnı qoymuşsun. 2 saatdir bir mənə mahnı qoyun. Yalanından gözlər. Zənglər çoxdur, onunla əlaqədar eşidirəm. Yox, qəşəng mahnı qoyun. Dur xanım. Başqa mahnı yoxdur, buyurun eşidirəm. Sizə mahnı zakazır bu olur. Yox, Heç cürə. heç cürə. Amma azərşildə olurdu. Azərşildə sizdən irəli gedir. Bax. Bizdə yoxdur. Hə, bax ona görə bu günlər. Bir tara tutmuş mahnı. Ola bilər. Hə. Xan, bağışlayın sizdən bir söz soracağım. Eşidirəm. Mənim azərşil nömrəm var. Aha. Onun bakteri çıxartmaq istəyirəm. Mhm. Nə qədər xərci var onun? Bunu mərkəzə sizə yaxınlaşın, aydınlaşdırın. Baxın görüm də o həm nömrəni desəm çıxara bilərsiniz. Var sizdə? Onu mən yoxlaya bilmərəm, təəssüf ki, ancaq ofisə yaxınlaşıb aydınlaşdıra bilərsiniz. Elə. Bəli. Bir də məndə bir dənə kontur silmişəm, din kart. Ha? Kontur silmişəm, kontur yönləmişəm. Aha. 3 dənə rəqəm pozulub. Mhm. Aha. Ofisə yaxınlaşın, aydınlaşdırın. Ofisiniz hardadır? 26'lar bağı ilə üzbəyiz sahildə. Hardadır ki o? Sahildə, sahilin metrosunun yanında. Ağam, Goranboyda metro var. Burada harda? Mən Goranboydayım, Goranboyda metro var. Başqa cür mümkün deyil təəssüf. Ancaq Bakıya gəlim gərək. Ancaq Bakıya. Şimdi 2 şirvanlıq şeylər üçün mən 3 şirvan yol pulu verim gəlim Bakıya. Onu çıxartıb səzən qayıdım bir də Goranboya. Mən başqa cür mümkün deyil. Mənim yol xərcimi bakteri ödəyəcək yoxsa? Nə? Həm mənim yol xərcimi Yox. bakteri ödəyir. Yox. Siz ödəmirsiniz. Yox. Amma adresler ödəyir. Çox gözəl keçin hazır silah. Adreslerim var da bilən. Burası Bakıya mülk istədir. Hamısının adınız nədir? Başqa sualınız var? Sualım oldu. Adınızı bilin də sizə necə müraciət edeyim mən? Mən özümü təqdim elədim. Eşitməmişəm də bir dənə zəhmət onu təkrar. Natella. Necə? Natella. Natella yoxsa Natella? Başqa sualınız var sizdə? Xan mən sizə necə müraciət edeyim? Siz artıq müraciət eləmisiniz, eşidirəm. Yox, adınızı nə olaraq deyim də mən bilmirəm axı. Mən özümü təqdim elədim. 2 dənə L yoxsa 1 dənə L? O fərqi yoxdur. Ondan Natella xanım. Alo. Eşidirəm. Natella xanım. Başına dön. Mən indi o kartı ancaq başına gəlməli ya.